Salam, mövzumuz 6-cı sinif, 6-cı mövzu meyvə ağaclarının əkilməsi və meyvələrin saxlanma texnologiyasıdır. Meyvələr əsasən hansı fəsillərdə meyvə ağacları əkilir? Azərbaycanda hansı meyvələr yetişdirilir? Meyvə ağacının əkilmə texnologiyası necədir? Əkməzdən əvvəl və yaxud da əkildikdən sonra hansı qaydalara riayət edilməlidir? Dərsimizdə bunlardan söhbət açılacaq. İlk öncə öyrənək görək Azərbaycanda, Azərbaycan iqliminə uyğun olan, yetişdirilən ən çox istifadə olunan meyvələr hansılardır? Ən çox istifadə olunan meyvələr alma, armud, qabalı, şaftalı, albalı, portağal, ərik, üzüm, nar, heyva, alça, gilas, əncir və limon meyvələridir. Meyvə ağacları adətən yaz və payız fəsillərində əkilir. Onları müəyyən edilmiş qaydalara uyğun əkmək lazımdır. Yaz fəslində bu müddət 5 həftə nəzərdə tutulub. Yəni torpağın donu açıldıqdan sonra 5 həftə ərzində artıq yaz fəslində ağac əkimini yekunlaşdırmaq lazımdır. Payız fəslində isə 3 ay müddətində ağac əkmək mümkündür. Hansı ki bu 3 ay yarpaqlar saraldığından artıq hesablanır. Yarpaqlar saralmağa başlayandan sərt şaxtalara 15-20 gün qalmışa qədər ağac əkimini yerinə yetirmək mümkündür. Ağac əkilərkən bir neçə qaydalar var ki, onlar nəzərə alınmalıdır. İlk öncə ağacın yeri bir neçə gün əvvəldən planlaşdırılmalıdır. Harda əkiləcək və o torpaq yumşaldılmalıdır. Torpaq yumşaldıqdan sonra tenk əkilməmişdən əvvəl ora paya çalınır. Payanın çalınmasının məqsədi isə onu sərt, möhkəm küləklərdən qorumaqdır. Sonra kök sisteminin inkişafı üçün ağac əkilərkən mütləq ara məsafəsi nəzərə alınır. Böyük ağaclarda, məsələn, alma, armud ağacları kimi böyük ağaclarda ara məsafəsi 5 metr nəzərdə tutulub. Albalı və gilas ağacları arasında isə bu məsafə 2 metrdən az olmayaraq düşünülüb. Demək ki, ağaclar arasında məsafə qoymaq nəyi təmin edir? Kök sisteminin normal inkişaf etməsini təmin edir. Ağacların yaxşı inkişaf etməsi, uzun müddət bar verməsi üçün çalaların dərinliyi isə 50 sm olmalıdır. Əvvəlcədən bastırılacaq tengi əkinə hazırlamaq lazımdır. Əgər tengin yeri dəyişdirilirsə, onu 1-2 gün suda saxlamaq lazımdır. Belə olduqda tenglərdə rütubət ehtiyatı bərpa olunur. Satışda əkilən tenglərin bitməsi, boyatmasına kömək edən çoxlu saylı vasitələr var və bu vasitələrdən də ən çox yayılanı, ən çox istifadə olunanı və ən sadəsi natrium qumatdır. Əvvəlcədən tenglər natrium qumatda saxlanılıb, sonra əkilsə uğurlu nəticə əldə olunur. Meyvə ağacının tengini əkməzdən əvvəl mütləq nəzərdən keçirmək lazımdır. Kök və çətir ətrafında qurumuş və ya zədəli hissələri kəsib atmaq lazımdır. Köklər qurumasın deyə əkiləcək teng, çürüntü və yaxud da torpaq, gilli horraya salınır ki, onlar tez qurumasın, kökləri tez qurumasın deyə. Demək ki, rütubət ehtiyatını bərpa edən nə idi? 1-2 gün suda saxlamaq. Gilli horraya nə üçün salınırdı? Köklər qurumasın deyə. Bunlar bizim yadda saxlayacağımız cümlələrdir. Meyvə ağaclarının əkilməsində payanın köməyi. Demək, əsasən bayaq nə dedik? Küləyin təsirindən, güclü küləkdən yeni tengləri qorumaq üçün nəzərdə tutulur və yenə dediyim kimi, bayaq qeyd etdiyimiz kimi, teng əkilməmişdən əvvəl çalınır torpağa. Yəni, ağacdan əvvəl paya vurulur və hündürlük elə seçilir ki, ağacın budaqlarına, çətirinə toxunmasın. Yəni, ağacdan boyu qısa olsun. Budaqlar başlamamışdan, yəni artıq payanın orada bitsin, boyu qısa olsun. Deməli, 2 yerdən teng payaya bağlanır. 2 yerdən. Hansıdır bu 2 yer? Bir çətirin altından, alt hissəsindən, bir də torpaqdan 20 sm yuxarıdan yumşaq materialla 8 formasında, 8 şəklində çox bərk sıxmamaq şərti ilə bağlanılır. Qazdığımız çalanın dibinə yumşaq torpaq tökülür. Sonra 2 nəfərin köməyi ilə teng əkilir. Hər zaman ağac əkilməsində 2 nəfər iştirak edir. Biri ağacı, tengi tutur, yerləşdirir, köklərini düzəldir. İkincisi isə çalaya torpaq səpir. Çalaya 20-25 sm hündürlükdə torpaq səpildikdən sonra ayaqla sıxlaşdırılır. Bunu da çox ehtiyatla etmək lazımdır. Meyvə ağacı tenglərinin çalasının dövrəsində ondan bir qədər böyük çuxur qazılır. Torpağın rütubətindən, yağışın yağıb yağmamasından asılı olmayaraq ağac əkiləndə suvarma aparılmalıdır. Bu nəinki rütubəti artırır, həm də köklərin torpaqda inkişafına xidmət edir. Çalaya hər tərəfdən bərabər ölçüdə 2-3 vedrə su tökülür. Təzə əkilmiş teng hər tərəfdən eyni miqdarda su içməsə, onda torpaq eyni qaydada oturmaz. Demək ki, meyvə ağacı əkildikdən sonra çaladakı torpaq oturur. Torpaq oturandan sonra teng 4 sm dərinə düşür. Bu dərinə düşmənin qarşısını almaq üçün tengin kökü, yəni boğazı bir qədər yuxarı qaldırılır. Ondan sonra əkilməyə davam etdirilir. Və çökmənin qarşısı necə alınır? Hər tərəfdən eyni çöksün deyə, hər tərəfdən eyni qaydada su tökmək lazımdır. Nə qədər su tökülür? Eyni, bərabər ölçüdə 2-3 vedrə olmaqla su tökülür. Deməli, həmin gün torpaq nəm olsa belə, rütubət çox olsa belə, yağış yağsa belə, ağac əkildikdən sonra mütləq ona su verilir. Suvarmadan sonra çuxuru düzəltmək, torpağın üstünü çürüntüsü olan mulçalanmış materialla 6-8 sm qalınlıqda örtmək lazımdır. Mulça nə idi? Torpağı və bitki köklərini birbaşa yağışın, buxarlanmanın, şaxtanın təsirindən mühafizə etmək üçün qoruyucu material idi. Qalınlıq nə qədər olurdu? 6-8
8 sm. Bu çürüntülü materialı saralıb tökülmüş yarpaqlarla da əvəz etmək mümkündür. Əgər əl altında heç bir şey yoxdursa, onda çalanın üstünə quru məhsuldar torpaq səpilir və bu yolla da torpaqda qabığın əmələ gəlməsinin qarşısı alınır. Ağacların əkilməsi təcrübə, biraz da bilik tələb edir. Buna görə də tələsməyin, torpağın xüsusiyyətlərini, mikroiqlimi, ağacların boyatma tezliyini, onların hündürlüyünü nəzərə alın. Belə olduqda əkdiyiniz ağaclar yaxşı bitəcək və tez boyatacaq. İndi isə almanın payız-qış aylarında ev şəraitində necə uzun müddət saxlamaq olar, o qaydalara diqqət yetirək. Demək ki, birinci qaydamız bu oldu. Üzərinə təmiz oduncaq çəpəyi və yaxud da yonqar tökülür. İkinci üsul ayrı-ayrılıqda kağıza bükülməklə almaları uzun müddət saxlamaq olur. Üçüncü üsul olaraq bir vedrə soyuq suya 2 stəkan duz qatılıb almaları bu suda islatmaq lazımdır. Sonra almaları sudan çıxarıb silib və yeşiyə yığırlar. Sonra bir çox alma növlərinin uzun müddət saxlanması üçün soyuducu kameralardan istifadə olunur. Soyuducu kamera neçənci? Dördüncü üsulumuz oldu. Almaları soyuducuya yerləşdirməzdən əvvəl onları silmək lazım deyil. Çünki meyvələrin qabığı onları korlanmaqdan qoruyan xüsusi təbəqə ilə örtülmüşdür. Zədəsi olmayan orta ölçülü yetişmiş meyvələr saxlamaq üçün daha yararlıdır. Yəni həm zədəsi olmamalıdır, həm orta ölçülü, həm də ki yetişmiş meyvələr saxlamaq üçün daha yararlı hesab olunur. Meyvələrin yığımdan sonra məsləhət bilinən saxlama şəraiti, müddəti, soyudulma üsulları isə fərqlidir. Almada saxlama temperaturu -1 -4 dərəcədə, nisbi rütubətlilik 90-95%, saxlama müddəti isə 30-360 gün ərzindədir. Armudun saxlama müddətində saxlama temperaturu -2, 0 dərəcə olmaqla nisbi rütubətlilik 90-95%, saxlama müddəti 15-210, heyvanın saxlama temperaturu -1, -0,5, nisbi rütubətlilik 90%, saxlama müddəti isə 60-90 gün olmaqla hesablanır. Almanı kəskin qoxulu tərəvəzlərlə, yəni soğanla, sarımsaqla bir yerdə saxlamaq olmaz. Demək ki, payız-qış aylarında almanı saxlama üsullarından neçəsini öyrəndik? 4 üsulunu öyrəndik. Təmiz oduncaq çəpəyi və yonqar, ayrı-ayrılıqda kağıza bükmə üsulu, bir vedrə soyuq suya 2 stəkan duz qatıb, duzlu suda isladıb sonra silib yeşiyə yığmaq üsulu. Dördüncüsü isə sadəcə soyuducu kameralara yığılmaqla saxlama üsulu və soyuducu kameralara yığılanda onun üzəri nə yuyulur, nə silinir, olduğu kimi də yığılır. Nəyə görə? Çünki üzəri onu qoruyan xüsusi təbəqə ilə örtülmüşdür.